günündə oynayırıq. Əgər onu bacarsaz hər şey mümkündür. Kəsə salam. Biz də bilmirik birinci. Oy. Acımışam. Açaq. Herkese salam. Bacımın birisi otaqda yatıb, ona görə sakit danışıram. Bugün sizinlə podruqamla görüşə hazırlaşıram. Oradan sonra da başqa bir yerə gedəcəm. Uyda, necə estetik görsənmirəm. Həmişəki kimi qara geyinəcəm. Bilmirəm, yumruqayla yedim, yoxsa şalvarla. 1000 dənə paltar dəyişdim, amma axırda yenə bacımın koftasını giyindim. Bu dəfə saçlarımı vuracağım. Çünki havalar elə bil ki, yağış olmasa da nəm fasonlu ya nədir bilmirəm. Məndə o kotka qalmır. Saçlarımı elədim. İndi də gedirəm özümə limonlu su götürməyə. Bir də ki, mənim səhər rutinalarım var. Düzdür ki, bugün eləməmişəm. Mən səhərlər duranda çox vaxt qarın masajı eləyirəm. Çünki çox tənbəli olduğuma görə idmanı güclə eləyirəm. Bir iki hərəkət ifso. Qarın masajını eləyirəm ki, daha tez qarın əridim və ya ərimiş qarını tonusda saxlayım elə. Siz də eləyə bilərsiniz. İstəsəz videolar göndərərəm, qoyaram buralara ya da ki, aşağıda yazarım. Mən düz rus dilində yazıb baxıram. Məncə ingiliscə falan da yazsaz, onsuz da orada göstərirlər də, göstərdiklərini eləsəz kifayətdir. Mən belə bir CC krem istifadə edirəm. O kremlə bu kremi qatıram. Həmişəki kimi uca bilirsiniz siz. Mən necə make-up eləyirəm. Biraz uzaqda durun ki, TikTok'daki videoya da bunları əlavə eləyə bilim. Bu arada şvanyerimizin qulpunu görürsünüz. Əslində orada neçə dəfə qulp eləmişik, hər dəfə o yerində sınır. Çünki orada deşikləri düzgün açmayıblar. Gəli onu eləyim. Bu arada videonu çəkməmişdən qabaq Dinara'nın bilinçaltı ilə işləyən insanları nə deyirlər? O xanımın videolarına baxırdım və başa düşdüm ki, mənim o qədər negativ inanclarım var ki, hansılar ki mənə mane olur. Məsələn, deyir ki, nə isə istəyirsən də, onun qarşısını alan inanclar olur. Onları üzə çıxartmağa çalışır. Bir xanımla YouTube'da hələ seans eləyib, çəkiliş gedə-gedə. Və mən onu düşünərək öz inanclarımı düşünməyə başladım və başa düşdüm ki, məndə içdən içə elə inanclar var ki, mənim istəklərim mümkünsüzdür ki, olsun. Mənim nəyəsə ümidlərimin doğrulması mümkünsüzdür. Məndə belə bir inanclar yaranıb, sən demə. Bunu başa düşdüm. Sizdə necə inanclar var? Məsələn, bilirsiniz, əslində bütün hər birimiz istədiyimiz həyatda yaşaya bilərik. Hər birimiz hər istədiyimizi, nə istəyiriksə, любой bir şey, hər şey mümkün deyə, hər şey, bilirsiniz bunu. Mən neçə illərdir konservatoriyada oxuyanda da bu mövzunu haqda yaxından maraqlanırdım. Amma mən bunu tam-tamına dərk eləmirdim. Həmişə ged-gəlim olurdu. İlk dəfə indidir ki, mən həqiqətən bunu dərk elədim. Mənə həmişə deyirdilər, inanclar. O vaxtda bir gipnoloqa gedirdim, Firuzə ilə inancların üzərində işləyirdi, bəzi inancların. O həmişə o inanclardan danışırdı. Mən həmişə düşünmürdüm də, tam-tamına heç vaxt inana bilmirdim inanclara. İnanırdım, amma dərk eləmirdim. Və ilk dəfə həyatımda, ilk ildir ki, mən bunu həqiqətən dərk eləyirəm və başa düşürəm ki, bəzən ola bilər biz düşünürük ki, biz nəyəsə inanırıq. Sən demə, inanmaq lazım deyil. Onun elə olduğundan əmin olmaq lazımdır. İnanmaq başqa şeydir. İnanmaq artıq o deməkdir ki, o şey yoxdur. Amma olduğunu dərk eləmək, o başqa bir şeydir. Təsəvvür eləyin, siz neydənsə həqiqətən inanmırsınız ona. Həqiqətən olduğu kimi yaşayırsınız. O beyninizə onu həkk elətdirmisiniz də. Təsəvvür eləyin onu. Əgər onu bacarsaz, hər şey mümkündür. Bir də yenə deyirəm, bəzi inanclarımız var, hansı ki bilinç altındadır. Heç özümüz xəbəri yoxdur. Elə düşünürük ki, yox, mən inanıram. Mən bilirəm ki, belə olacaq və ya belədir. Mən inanıram ki, məndə belədir. Amma bəzi suallar verir o videoda qıza. Bilinç altından elə çıxır ki, qızın cavablarından bəzən biz özümüz də bilmirik bilinci. Acımışam.
Neyse, hadi acam da səhər yeməyimə. Neyse, birinci altımızdaki bizə mane olan inanclarımızın bəzən nə olduğunu bilmirik. Bugün görüşdən sonra elə bir yerə gedəcəm ki, hansını ki çoxdandır gözləyirdim. Qarnım dayanmır. Bugün gedəcəyim yeri çox gözləmişəm. Və nəhayət ki olacaq. Hər zamanki kimi boz çeyni vururam. Bugün uzun müddət sonra ilk dəfə gözümə qara karandaş vurmayacağım. Sadəcə boz çeyni vurdum və vəsə, indi də tuş vururam. Mən xatırlamıram son dəfə nə vaxt gözümə qara karandaş vurmamışam. O da bilirsiniz niyə? Mənim karandaşlarım hamısı yaylandı. Çünki gözlərim allergikdir. Bu səbəbdən digər karandaşlar isə allergik olmayan və suya dayanıqlı olan. Onlarda olan bəzi şeylər mənim gözümü incidir və gözüm ağrıyır, sonra sulanır. Bu səbəbdən yalnız yayılan karandaş vura bilirəm. O da çox yayılır. Bugün də gedəcəyim yerdə mənə bu lazım deyil. Siz zəhmət olmasa mənə yazın da kommentlərdə allergik olmayan və eyni zamanda yayılmayan bir tuş var ümumiyyətcə. Siz özünüzdən cringe olursunuz. Mən bilmirəm o söz necə deyilir. Bəziləri cringe, nə bilim, mən cringe deyirəm. Mən tamına Z nəsli olmadığıma görə bu mövzularda biraz qocalmışam. Ona görə səhv deyə bilərəm. Millenial'la qarışığım var. Neysə, bilmirəm necə deyilir. Ətviz tökülür sizin özünüzə. Mənim özümü çox tez-tez ətim tökülür. Elə bil ki, tam özüm kimi ola bilməyəndə ətim tökülür. Həmişə əslində çox zaman özüm kimi oluram. Sadəcə olaraq, bu arada bunu mənim padruqam alıb. Dodağa da sürtmək olar, gözə də, hər yerə. Bomba şeydir. Neysə, özünüzə ətviz tökülüb heç. Mənim həmişə özümə ətim tökülür. Həmişə deyəndə, yəni həmişə yox da, dediyim anlarda yalnız. Uydu. Görürsünüz necə pigmentlidir. Nə günə qoydum özümü. Bilirsiniz, kameraya makyaj eləmək, bilirsiniz necə çətindir. Çünki tam-tamına adam başa düşmür neyini. Neysə, fırça ilə davam eləyim. Norm. Oldum matryoşka. Oldum Şaxta baba. Onsuz da az qalıb Şaxta babanın gəlməyinə. Mənim bacım ezoterika ilə filan məşğul olmur. Amma belə onun yanına gələn pasientlərin həyatları dəyişir. Təbii ki, svetlə parıldayan bir şey. Gözlərimizin ucuna vurduq. Biraz da burnumuza. Qara karandaşsız özümü qəribə hiss edirəm. O qədər öyrəşmişəm ki. Neysə, məcburən biraz bununla vuracağım. Çünki biabırçılıq vəziyyətindəyəm. Siz məndən makyaj öyrənməyin. Əslində öyrənə bilərsiniz. Maraqlı şeylər eləyirəm. Sadəcə olaraq əllərim biraz tam düz deyil də. Sizcə bəs sizin hansı negativ inanclarınız sizə mane olur? O qədər öyrəşmişik ki, bizə elə böyüdüblər ki, hər şey əziyyətlə olmalıdır və ya əgər sən hamıya qarşı yaxşı olmalısan, nə bilim, karma, marma, gecik şeylər. O demək deyil ki, kimsə gedib pislik eləməlisən, amma ki, özünə yaxşı olmalısan, ən birinci. Neysə, mən Dinaraya baxıram, ondan çox şey öyrənirəm. Düzdür, dediklərinin çoxu mənim bacımla eyni şeylərdir. Bacım psixoloqdur bu arada. Sadəcə olaraq o biraz ezoterika tərəfdən danışır. Amma bacım biraz psixologiya tərəfdən danışır. Həqiqətən inancılar dəyişdikcə həyat da dəyişir. Sizcə qəşəngəm? Əslində həyatda daha qəşəngəm. Kamerada lap şiş düşürəm. Şişdə düşürəm, normalda dediyim kimi də bütün günü Nutella yeyirəm, kukroz yeyirəm, gizli şeylər. Dayanmaq lazımdır artıq. Həyatım o qədər maraqsızdır ki, yəni hindi elə yavaş-yavaş biraz maraqlılaşır. O qədər ürəyim sıxılır ki, oturub şirniyyat yeyirəm bütün gün. Amma olmaz, dayanmaq lazımdır. Hələ ki kökəlməmişəm, amma kökələ bilərəm. Görürsüz, mənim belə bir inancım da var.
Necəyəm? Sizcə kifayətdir, yoxsa boş görsənir? Liner vurum ya vurmayım? Bilmirəm. O qədər öyrəşməmişəm ki, karandaşsız gezməyə. Biraz bəlkə vurum biraz. İndi biraz yarki oldu. Mən belə bitdə gedirəm podruqamla görüşməyə. Sizcə necə oldum? Saçımı belə yığım. Yoxsa yox. Yoxsa belə qal. Bunu da mənə bacım alıb. Mənim talismanımdır. İçimdəki canavarı oyadmaq üçün. Bayaqdan hazıram. Amma ki, nə var sumka seçirdim hansı sumkanı giyinim. Ona görə hələ indi çıxıram evdən. 1 saat keçib bəlkə də çox. Bunu giyinməyi fikirləşirdim. Sonra dedim ki, yox, bunu giyinim. Hava düşündüyümdən soyuq imiş. Amma eybi yoxdur. Mən də əynimdə gördüyünüzə baxın, tüküm uzatdı. Əslində qış üçün deyil bu. Jaket kemidir. Prosta pafosmudur da, fışadır. Tanış olun, bu Qəmərdir. Bu Qəmərdir. Çox möhtəşəm skripaç. Qəmər mənə Kitaydan hədiyyələr gətirib. İndi sizə onlar göstərəcəm. Nədirsə yeməli bir şeydir. İndi görürsən yiyim. Tadı yaxşıdır, priyatlı. Əllərimi də yumumışam, amma eybi yoxdur. Можно я у тебя антисептик попрошу? Конечно. Спасибо. Qəmər mənə antiseptik verdi, əllərimi silim. Все, əlim уже təmiz. İndi isə bunu yeyə bilərəm. Вкусно. Roza fason dad var bunda. Adın nədir? Roza. Bizim jelibonlara oxşur, amma daha yumuşaqdır. Ağızda əriyir. Mənim xoşum gəldi, çox sağ ol. Çox sağ ol Qəmər. Keçək növbəti hədiyyəyə. Bu qızıl güllü əl kremi. Parfümerный. Açaq. Oy, oramı güzel. Спасибо. Çok sağ ol. Oyda. Duxu kimi iyi gəlir. Parfümerный krem. Duxu iyi gəlir sanki. Ay, çox yumuşaq, dəhşət. Teksturası əladır. Thank you. Bu da mənim kaşlıqım. Çox qəşəngdir. Belə açılır. Sağ ol. Belə bağlayım, qoyum bura. Bir şey öyle diyor. YouTube'a montaj eləyirdim. Artıq yorulmuşam. İndi gedəcəyim yeri görəcəksiniz. Gəlmişəm rəqsə. Mən hələ ki oynaya bilmədiyimə görə üzüm oynayan yerdə çəkməyim. A few moments later. Günündə oynayıram. Videomuzun sonuna gəldik. Deməli gördüyünüz kimi mən rəqsə gəldim. Hamıdan pis mən oynayırdım. Bugünlük bu qədər. Ümid edirəm ki, mənim videolarımı xoşlayırsınız. Sizi çox istəyirəm. Gözəl priçoskam var, möhtəşəm. Öpürəm sizi. Sağ olun.
Sağ olun.